bu gecə Həzrəti Qasım rozəsi oxuyur. Sənə nə gəldi ay bala? Biz bu gecə yetimə ağlayırıq, bilirsiniz? Yetimə rozə oxuyuruq. İmam Həsənin yetiminə. Aşura gecəsi İmam Hüseyin əleyhissalam hamıya cənnətdəki məqamını göstərdi. Lakin Qasimə heç nə demədi. Gəldi, yaxınlaşdı İmam Hüseyin əleyhissalama da hamıya deyib, baxır, sən filan yerə düşəcəksən, belə-belə. Buna dinmir. Gəldi, dedi, ağa, sabah mən də şəhid olacağam. Yəni, mənim də buna ləyaqətim var. İmam buyurdu, o xeymədə səsi gələn Südəmər də şəhid olacaq. Həzrəti Əli Əkbər şəhid olandan sonra neçə dəfə gəldi, icazə istədi. Başa düşürsən? Həzrəti Əli Əkbərin məqamı çox böyük kişidir. Bu görür Həzrəti Əli Əkbər şəhid olub, ürəyi partlayır və mən niyə qaldım? Mənim o cündən ali cənab əmim oğlu öldü, mən niyə qaldım? Gözün fədası sevgilim, gözümdən atmaram səni. Gəldi xanım Zeynəb salamullahi aleyhaya, dedi ki, bibican, əmi icazə vermir, heç olmasa sən get iltimas elə, mənə icazə versin, gedim meydana. Xanım buyurdu, xanım da, ay Allah, imamət vilayətinin itaəti altında olan mərifətin ən əzəmətli pilləsində qərar tutmuş adamdır. Dedi, əmrün əmridir, mən bir şey deyə bilmərəm, özü icazə verməsə olmaz. Gəldi, oturdu xeymədə, öz xeyməsində. Dizlərini qucaqladı, yapışdırdı sinəsinə, başladı hönkürə ağlamaq. Birdən İmam Həsən əleyhissalamın vəsiyyəti düşdü yadına. İmam buyurmuşdu, əgər bir gün sənə şiddətli qəm, qüssə, üz gətirsə, qoluma bir vəsiyyət bağlamışam, açıb oxuyarsın. Dedi, bundan ağır günüm ola bilər mənim. Bundan ağır gün ola. Açdı, gördü İmam Həsən əleyhissalam yazıb, Qasimim, bir gün gərək Əmin Hüseyin əleyhissalamla gedəsən Kərbəlaya, Qasim. O tək və qərib qalacaq, heç kim olmayacaq. Qasim, canımı ona fəda eləyərsən. Əgər icazə verməsə, onu and ver və bu yazını ona göstər. Yazını göstərdi İmam Hüseyin əleyhissalama. Ağa öpdü, qoydu gözlərinin üstünə. Hər ikisi ağladı. Qasimin vəziyyəti çətin idi, ay möminlər. Yaşı az, əyninə zireh tapılmadı. Zireh olmadı əyninə. Ata mindi, ayaqları üzəngiyə çatmadı. Ayaqları çatmadı atın üzəngisinə. Başına dəbilqə qoya bilmədilər. Dəbilqə yekədir, başını tərpədə bilmir. Məcbur öz ərəb paltarında getməli oldu meydana. Amma bir rəcəz oxudu, bir rəcəz oxadı. Düşmən elə bildi şir gəlib meydana. Bəni Haşim uzağından deyə necə olsun istəyirsən. Nişan aldı Ömər Sədin ələmdarını. Qartal kimi şığıdı onun üstünə, vasil elədi onu cəhənnəmə. Vasil elədi onu cəhənnəmə. Ələmdar ki, yıxıldı, qoşuna vəlvələ düşdü, təlaş düşdü, qışqırdı. Mən Əli ibn Əbi Talibin nəvəsiyəm. Əleyhissalatu vəssalam. Geri döndü, baxdı İmam Hüseyin əleyhissalama, başladı ağlamağa. Döndü qoşuna, dedi, elə bilməyin ha, qorxumdan ağlayıram ha, elə bilməyin. Əmimin tək qalmağına, adamsızlığına ağlayıram ki, mən getmişəm da məndən başqası qalmıyor. Ömər Səd əmr verdi, ətrafın dövrələsinlər. Dövrələdilər. 13 yaşında bir nocavan, oxları qoydular kamana, hər tərəfdən ox atdılar, hər tərəfdən ox atdılar. Namərdin biri nizəli kürəyindən salıb sinəsindən çıxartdı. Qışqırdı, ya əmmə! Ya əmmə! Ya əmmə! İmam Hüseyin əleyhissalam özün yetirəndə
Elə közün getirdi, gördü istəyirlər başını bədənindən ayırsınlar. Məktəllərin yazdığı ya, deyir, ağa özün qartal kimidir, getirdi tufan qopartdı orada. Götürdü Həzrəti Qasimi qucağına, amma dayı canı çıxır. Götürdü Həzrəti Qasimi qucağına, Fizlə deyir, dayı heç kim qalmamışdır. Tək gəlir, tək gətirir Qasimi. Dayı bir nəfər yanında da yoxdur ya, kömək eləsin. Heç kim yoxdur, tək. Qasimi alıb qucağına ağlaya-ağlaya gəlir. Gör nə deyir Fizlə, deyir, gördüm Qasimi alıb qucağına gətirir. Bir də gördüm Qasimin ayağı düşdü yerə. Silmələr qoyan balam oyan